Hamıya salam. Bugünkü mövzumuz riyazi və statistik funksiyalardan olan sum funksiyasıdır. Sum funksiyası adından da məlum olduğu kimi toplamaq deməkdir. Funksiyanın əsas əmri topla əmridir. Seçilən sahədəki ədədlərin cəmini tapır ümumiyyətlə bu funksiya. Təkrarlanan 255 arqumentdən ibarətdir. Elə buna görə də funksiya içərisində 255-ə qədər toplanacaq xana və ya diapazon qeyd edə bilərik. Gəlin sadə bir cədvəl formasında sum funksiyasının istifadə məqsədinə baxaq. Biz burada gain markaları qoymuşuq, məhsul növü qoymuşuq və onlardan alınan ümumi gəlirləri qoymuşuq. Bizə belə bir data, belə bir məlumat verilib. Biz təbii ki də ümumi gəliri hesablamaq üçün bunu tək-tək hesablamayacağıq, üst-üstə gəlməyəcəyik. Bizə toplam gəliri hesablamaq üçün lazım olan funksiyanın yazılış forması sumdur. Bərabər işarəsini qoyub sum'ı yazırıq. Yenidən yazaq, daha aydın olsun. Daha sonra isə diapazon seçirik. Hansı ki bu diapazon buradakı ümumi gəliri bizə göstərmək istəyiriksə, gəliri ümumi olaraq seçəcəyik. Və bizə ümumi olan cəmi göstərəcək. Verilən bu qiymət bizim ümumi markalardan əldə etdiyimiz gəlirdir. Hansı ki bu markaların müxtəlif məhsul növlərindən əldə etdiyimiz gəlirdir. Bu şəkildə yazmaq olar. Daha sonra isə deyək ki, bizə ikinci nümunədə necə bunu göstərə bilərik. Deyək ki, bizə iki fərqli sütunda məlumatları verilib, hansı ki burada rəqəmlər verilib və bizə bunların ümumi olaraq cəmi lazımdır. Burada da ümumi olaraq cəmi tapanda biz gəlin yenidən yazaq. Yenidən sum funksiyasını tətbiq edirik. Lakin diapazon artıq fərqlənir. Birinci bu diapazonu seçdiririk, vergül atırıq. Daha sonra isə digər diapazonu seçirik, diapazonu bağlayırıq. Yəni 6827 manat burada gəlir var. Bu iki sütundan bizim ümumi əldə etdiyimiz cəmdir. Yaxud da bunların yerini dəyişik də yaza bilərik. Fərqi yoxdur. Birinci, məsələn, buranı seçə bilərik. Vergül atıb daha sonra isə buranı seçə bilərik. Yenə də bizə eyni qiyməti vermiş olacaq. Ümumi olaraq sum funksiyasının sintaksisi göstərir burada necə yazılır. Number 1, number 2 kimi yazılır. Bu hansı ki number 1, number 2 bizim seçdirəcəyimiz, hansı ki biz o rəqəmlərin cəmini istəyirik, onlar bizə göstərir. Number 1 hesablanacaq ilk dəyər xana və yaxud da aralıq bir diapazondur. Number 2 isə istər bağlı olaraq hesablanacaq əlavə dəyərlərdir, xanalardır və yaxud da ki aralıqlardır, yəni diapazonlardır.